Salam, hörmətli Sport Info TV izləyiciləri. Bildiyiniz kimi, Azərbaycan Premyer Liqasında bugün 10-cu tura start verildi. Açılış oyunu Qarabağ və İmişli arasında keçirildi. Və kifayət qədər maraqlı oyuna şahidlik etdik. İlk hissəni hər nə qədər təəccüblü səslənsə də daha yaxşı görünən tərəf İmişli komandası oldu. Bəli, ərazi üstünlüyü Qarabağda ola bilər, amma real gol epizodları baxımından qonaqlar daha yaxşı görünürdü. Komanda bir dəfə penaltidən fərqlənə bilmədi. Digər epizodda Almeida təkbətək mübarizədə Koxalskiyə uduzdu. Yəni kifayət qədər yaxşı İmişli görə bildik meydanda. Arxada qalan 9 turdakı sürprizini bu oyunda da Aran təmsilçisi davam etdirməyə yaxın idi. Sadəcə komandanın gücü ilk hissəyə çatdı. İkinci yarı heç də birinci yardakı İmişlini görə bilmədik. Komanda yalnız müdafiə olundu. Amma Qarabağ kimi rəqiblə oyunda İmişlinin bu qədər mübarizə aparması, bu qədər dişli görünməsi, problem yaratması məncə alqışa layiqdir. Bu komandanın gücünə, heyətinin keyfiyyətinə görə təbii ki, Ağdam təmsilçisi ilə müqayisəyə gəlməz. Arada ciddi uçurum var, amma buna rəğmən qeyd etdiyim kimi xüsusilə ilk hissədə qonaqlar çox yaxşı mübarizə apardılar, yaxşı təsir bağışladılar. Hətta o startdakı yəni penaltidən olan fürsət və ardınca Almeidanın təkbətək fürsəti qolla nəticələnsəydi, bəlkə də bugün biz başqa şeylərdən danışırdıq. Bəlkə də İmişli ən azı bir xalla ayrıla bilərdi çətin Qarabağ səfərindən. İmişli ilə bağlı məğlubiyyətə rəğmən ancaq xoş sözlər demək olar. Amma təəssüf ki, Qarabağla bağlı fikirlər heç də xoş deyil. Komandanı bir neçə gündən sonra Chelsea ilə Çempionlar Liqasında çox ağır oyun gözləyir. O oyun öncəsi bu hardasa İmişli ilə oyun sınaq xarakteri daşıyırdı. Əbəs deyil ki, Qurban Qurbanov da təxminən optimal bir heyətlə meydana çıxmışdı. Hardasa Chelsea ilə oyun üçün düşündüyü heyəti meydana buraxmışdı. Yəni qısası Chelsea ilə oyun üçün düşünülən 11-lik İmişli ilə oyunda meydanda idi. Düşünmək olardı ki, sürətli bir Qarabağ görəcəyik, templi bir Qarabağ görəcəyik. Amma təəssüf ki, komanda gözləniləni vermədi. Sanki futbolçular hələ də Çempionlar Liqası havasındadılar. Ümumiyyətlə Atletik Bilbao ilə oyundan sonra Şamaxı ilə maç da Qarabağ aspektindən heç də ürək açan keçmədi. Komanda xüsusilə hücum xəttində çox dişsiz görünür. Sanki hər keçən oyun burada olan problemlər daha qabarıq görsənməkdədir. Benfica ilə səfər oyununda Camilo Duran hər kəsi sevindirmişdi vurduğu qolla, performansı ilə, amma sonraki 7-8 maçda bu futbolçu da kölgəyə çəkilib. Nəriman Axundzadə, Musa Qurbanlı yəni o gözləniləni vermir. Musa Qurbanlı ümumiyyətlə zədəlidir. Nəriman Axundzadə Bilbao ilə səfər oyununda ümidləri doğrultmadı. Kadi Borges heç də formasında deyil. Bu oyunda kifayət qədər çox top itkilərinə yol verdi. Marko Yankoviçi zədədən sonra görünən odur ki, hələ onun bərpası üçün zaman lazımdır. Heç də ideal formasına yaxın deyil. Koxalskini qeyd etmək olar. Düzdür, penaltiyə səbəbkar oldu, amma penaltini dəf etdi. Ardınca təkbətəki komandasını qoldan xilas etdi. Formada olduğu görünür. Digər futbolçularına yəni Zubir müəyyən qədər fərq yarada bildi. Amma komanda oyunun vurulan ilk qola qədər İmişli komandasının cərimə meydançasında heç də rahat görünmürdü. O alışdığımız bir ötürmələrlə rəqibin cərimə meydançasına yaxınlaşa bilmirdi. Ümid yalnız uzaqdan zərbələrə qalmışdı. Belədə də heç də keyfiyyətli, effektiv zərbələri biz Qarabağın timsalında görə bilmədik. Qarabağla bağlı biraz uzun ona görə danışdım ki, Qarabağ ölkəmizi Avrokuboklarda təmsil edir. Qarşıdan İngiltərə nəhəngi ilə ağır oyun gəlir. Və həmin oyun öncəsi komandada bir enişin olmasının sezilməsi xoş hal deyil. Onsuz da rəqib güclüdür və belədə komandanın özünün də formada olmaması 2 qat zərbə ola bilər Qarabağ üçün. Təbii ki, baş verənləri, yaşanan bu enişi, problemləri
Qurban Qurbanov da yaxşı görür. Əbəs deyil ki, son oyunlarda onu daha aqressiv görürük. Ötən oyunda Dani Bolta çox sərt etirazını bildirmişdisə, bu oyunda isə Kadi Borges əvəzlənəndən sonra ona qarşı bir sərt reaksiya verdi. Görünür Borges'in yersiz sarı vərəqə alması buna səbəb oldu, amma oyunda da istəniləni verməməsi onun əsəbləşməsinə yol aça bilər. Bir sözlə, Qarabağ hazırda formasından çox uzaqdadır. Görünür futbolçular Çempionlar Liqasının havasından hələ çıxa bilməyiblər. Təbii ki, hətta dünyanın ən böyük klublarında belə zaman-zaman eniş yaşanır. Heç də davamlı olaraq uğurlar qazanılmır, qələbələr sıralanmır. Düzdür, ardıcıl Benfica və Kopenhagenlə oyunlardakı qələbələr Qarabağın futbolçularını da ola bilsin göyün 7-ci qatına qaldırmışdı. Futbol camiyyəsini də, futbol ictimaiyyətini də bir qədər arxayınlaşdırmışdı Qarabağ sarıdan, amma belə enişin yaşanması normaldır. Hətta böyük klublar belə sabitliyi zaman-zaman qoruyub saxlaya bilmirlər. Məğlubiyyətlər, uğursuz oyunlar zaman-zaman komandanın qapısını döyür. Təbii ki, hamımız Chelsea ilə oyun öncəsi Qarabağın bu qədər dağınıq görməyimizə üzülürük. Amma zaman-zaman Qarabağ Avrokuboklardan öncə daxili yarışlarda pis oyunlar keçirməsinə rəğmən Avrokuboklarda çıxıb daha yaxşı, daha mübariz komanda təsiri bağışladığını görmüşük. Ümid edək ki, Chelsea ilə oyunda da eyni hal yaşanacaq. Bugünkü dağınıq Qarabağdan, bugünkü enişdə olduğu görünən Qarabağdan fərqli olaraq meydanda daha yaxşı, daha mübariz Qarabağ görəcək. Əks halda komandamız üçün Çempionlar Liqasında növbəti məğlubiyyət heç də çox uzaqda deyil kimi görünür. Bugünkü oyunla bağlı deyəcəklərim bu qədər. Sizin də fikirləriniz maraqlıdır. Şərh bölümündə fikirlərinizi bizimlə bölüşə bilərsiniz. Təşəkkür edirəm. Növbəti videolarımızda görüşənədək.